Ha kardeşim, sonra yavaş yavaş etrafından insanları itirdim. Ve hiss elədim ki, işlərim əvvəl kimi gedir. Belə getdikcə mən müflisliyə doğru gedirəm. Həyatdır, bilmək olmaz ki, insanın səhər başlarına gələcək. Bir daha elədim ki, müflis olmuşam. Və məni ən yandıran şey bilirsən nə oldu? Həyatımda 4 il yanında olan bir xanım mənim həmin gün, həmin saat atdı getdi. Dedim ki, hər şey boş şey. Və özümdə söz verdim ki, mən bir gün yenə qalxacam. Bildim ey abi. Yəni gəl adama 8 manat düşür də, şotu verək, duraq gedək, çöldə danışarsan. Ya bildim elə mən sənə burada həyatım danışıram. Yekə oğlan sənə. Sən hər dəfə elə şot canında bir dənə qəmli hekayə danışsan. Ya yekə oğlan sənə. Dost söylüyə həyatım danışıram. Nə dost də, pulu ver görüm dost. Nə qədər çoxlama? Adama 8 manat. Sən at mən sənə karta verəcəm. Yenə başladı da bu qəmli hekayələrinə. Ver kartımı atıram da. Hə, yaxşı bilirəm atasın.